Dostlar, yenidən xoş gördük hər kəsi. Çasporun TV-də bugün çox maraqlı bir oyun var. Gənc şahmatçımız Xəzər Babazadə Bakı Open 2025 turnirində yetər qədər uğurla çıxış elədi və bugün sizlərə həmin turnirdə Xəzərlə Hindistan şahmatçı İlan Partinin oyununu göstərəcəm. Oyunda 2 dənə Brilliant Move var. Əla bir oyun sizləri gözləyir. Videonun ən az 500 like hədəfi var. Bu hədəfə çatmamıza dəstək olsanız təbii ki sevinərik. Videonu bəyənib kanala abunə olub bildirişləri açmağı unutmayın. Hazırsınızsa oyuna keçirik. Xəzər ağlarda İlan Parti qaralardadır. Y4, C5 tərəflər oyuna Sicilya müdafiəsi ilə başlayırlar. At F3, J6, D4, CD, at D4 piyadalar dəyişir mərkəzdə damında. Atları oyuna çıxarırlar. Fil C4, vəzir A5-də hal-hazırda qaraların məqsədi C3 atı bağlamaya salmaqdır ki, Y4-də piyada boş qalır. Xəzər isə əvəzində vəzir B3 gəlir və vəzirə zərbə endirir. Vəzir C7, fil J5, fil J7 qalalar qurulur. Növbəti yerdə vəzir D2, vəzirlə fil birləşir. C1 H6 diaqanda hal-hazırda H6 hansı zərbə altındadır. Rəqib isə at Y5 ilə həm at, həmçində vəzirlə C4-dəki filə zərbə endirir. Fil qayıdır C2-yə, at Y4. Burada Xəzərin çox maraqlı bir gelişi vardı. F4 oynaya bilərdi ki, at Y5 xanasına yenidən geriyə qayıda bilməsin. Vəzir B6, şah H1, at Y3 fikirlərdə alınmır. Çünki at Y3-dən sonra top F3 ilə Y3-dəki at artıq zərbə altına qalacaq və atı qaçırtmaq mümkün deyil. Xəzər isə əvəzində burada F4-ün əvəzinə fil F4 oynayır. Fil F4-dən sonra isə hal-hazırda vəzirə hücum var. Rəqibdə D6 gələrək artıq yenidən at üçün Y5 xanasını möhkəmlədir. H3 ata hücum var. At Y5, fil H6, filləri H6 xanasına dəyişmə təklif edir ki, qara xanları nəzarətdə saxlasın. Vəzir H6 xanasına düşəndən sonra rəqib isə at C4 oynayır. Fil C4, fil H6, vəzir H6 və vəzir C4. İki yüngül fiqur dəyişir. Hal-hazırda ağların vəziri H6 xanasındadır. Ağlar isə top A-Y1 oynayır. Çünki burada at Y4 təhlükəsi də var. Top A-Y1 ilə topu oyuna çıxarır Xəzər. Həmçində Y4 piyasını müdafiə etmiş olur. Davamında B5 ilə rəqib filini B7-də oyuna çıxardıb Y4-də piyadaya zərbə endirə bilər. Həmçində B4 gərək atı hücum və davamında C2-də piyada, həmçində Y4-dəki piyada boşda qala bilər. Xəzər isə at D2 oynayır. Vəzirə hücum var. Vəzir B4 atı çevirir F3 xanasına. Növbəti yerişlərdə məqsəd at Ş5 gəlib. Burada H7 piyasına olan təzyiqi bir qədər də artırmaqdır. Vəzir B2 isə bir o qədər sərgəli giriş deyil. Vəzir B2, Xəzər top Y3 gəlir. Əvəzində at D1 məsləhət görür Stockfish, amma təbii ki, oyunu oynayan insandır, maşın deyil. Top Y3 yetər qədər məntiqli görünür, çünki C3-dəki atı müdafiə edir və at J5, top F3, top F6, top 6 dəyişdirmə, YF-dən sonra isə vəzir H7 mat fikirləri yarana bilər burada. Buna görə də Xəzər top Y3 gəlir, B4 ata hücum var və İlk Brilliant Move, əla giriş gəlir Xəzərdən. At Ş5 və C3-də atını boşda qoyur. Məqsəd isə bayaq qeyd edildiğim kimi top F3, top F6 və vəzir H7 mat eləməkdir. Rəqib isə vurur BC, top F3, indi top F6 əsas istəkdir. İlan Parti isə filini F5 xanasında saxlayır və fil F5 girişdən sonra topla fil arasında olan əlaqəni kəsir. Xəzər isə J4 oynayır burada və hal-hazırda JF vurmaq istəyir. JF-dən sonra top F4, top H4 fikirləri də lövhədə qalacaq. Top AB8 fili ortadan götürür. JF, top B5, Xəzər isə top F4 gələrək indi top H4 və at H7 fikirlərini həyata keçirməyə çalışır. Vəzir C2-dən sonra isə daha bir Brilliant Move var burada. At H7 vurur Xəzər, atını da qurban verir. Əgər rəqib at H7 vurub at qurbanını qəbul edərsə, bu halda ağlar oynayır. Top H4, ata hücum var. Atın qaçacağı halda vəzir H8 matdır. Yox, əgər top qaçarsa, bu halda da yenidən 2 yeşə matı var. Vəzir H7 şah qaçır və vəzir H8 matla oyunu bitirmək mümkündür. At H7 yerişindən sonra İlan Parti topunu B1 xanasına gətirir ki, topları dəyişdirsin. Xəzər isə vəzir F8 vurur. Hal-hazırda F8-də top boşdaydı. Şah H7 və vəzir F7 yerişi isə oyunun 28-ci və sonuncu gelişi olur. Vəzir F7-dən sonra rəqib təslim olur. Burada şah əgər H6-ya qaçarsa, təbii ki, vəzir J6 matdır. Yox, əgər şah H8-ə gəlsə, bu halda da top H4 şah, at H5, at H7 aydın məsələdə vəzir H7 və ya top H7 mat var. At H5 yerişinə isə vəzir F8, şah H7, burada piyadalar dəyişir. FJ, şah J6, top J4 şah, şah H7, vəzir F7, şah H8 və ya top J8, vəzir H5 fərq etməz. Vəzir J8 hər cür mat eləmək mümkündür. Həqiqətən də əla bir oyun izlədik və cəmi 28 yerişə Xəzər Babazadə Hindistanlı rəqibi İlan Partini məğlubiyyətə uğradır.
Və yekunda Xəzər Babazadə 9 oyundan sonra 6 xal toplayaraq Azərbaycanlı şahmatçılar arasında Baku Open 2025 turnirində birinci yeri tutur. Ümumi turnir cədvəlində isə yarışı 4-cü yekunlaşdırır. Buna varaq həm Xəzər, həmçində Murad İbrahimli ilk Grossmeister ballarını toplamış oldular. Hər iki şahmatçını təbrik edirik və növbəti yarışlarda da böyük uğurlar arzu edirik. Dostlar, siz də mütləq oyun barədə fikirlərinizi rəy bölməsində qeyd etməyi unutmayın. Bu cür videoların davamı üçün videonu bəyənib kanala abunə olub bildirişləri də açmağı unutmasanız lap yaxşı olar. İnşallah növbəti videolarda görüşənə qədər hələlik.